Demək belə. Bu video bu dəfə bu dəftər həqiqətən lazımdır. Çünki burada qeydlərini aparmışam. Nə var, nə yox, niyə var. Bu video nihilizm videosunun, yəni bundan qabaq çəkdiyim videonun ardıdır. Nə demişdik orada? Nihilizm, postnihilistik ekstensial subyektivizm plus dilin dekonstruksiyası ilə formalaşan fərdi metafizikadan danışacağıq sonrasında isə simvolik interaksiyonizmdən danışacağıq. Bu üç əsasdan. Ki bu gün postnihilistik ekstensial subyektivizm plus dilin dekonstruksiyası ilə formalaşan fərdi metafizikadan danışacağıq. Çoxluqla qeydlərim telefondadır və oradan oxuyacağım yazdığım şeyləri. Yəni danışdığım şeylərdə oradan açıqlıq gətirməyə çalışacağım ki, nədir, niyədir, nətərdir. Ona görə çox uzatmadan keçmək istəyirəm, çünki video uzun olacaq yəqin ki, elə düşünürəm. Nəysə. İlk əvvəl əslində mən mövcudiyyət və mütləqlik təbiətini yazmışam sözün açığı, sonradan olmaya keçmişəm, amma olma bir əsas sistemin dilin dekonstruksiyası ilə formalaşan bir fərqli metafizikanın əsası deyil. Arxadan başlamaq istəyirəm, çünki əsası olmadı sayılır. Nəysə, videoya girək. Nə demək istədiyimi başa düşəcəksiniz ya da heç başa düşməyəcəksiniz, çünki bəzi hissələrini mən belə başa düşmürəm, bəzi hissələrini də çürütmüşəm öz beynimdə özüm yazdığım şeylərin əsasını. Ona görə danışarkən onları da deyəcəm ki, məsəl üçün bunu çürütmüşəm ya yox. Nəysə. Başlayaq öyləysə. Hər əsas əslində əsassızdır. Hər əsas tutarlı sistemlər belə əsassız olur. Burada demək istədiyim əslində şeydir. Hər əsas əsassızdır deyəndə bunu çox işlədirəm usta. Biz əsasları qəbul edərək bəzən öz fikirlərimizin doğruluğunu əsaslandırırıq da. Biz təməllər qəbul edirik. Əsassız danışmırıq deyə bir termin var da. Mən əsassız danışmıram, mən düzgün danışıram kimi bir ifadələrimiz əsaslarımı çürüdə bilərsən falan təməldən bəhs edirik əslində. Buradakı təməl söhbətdə, yəni əsas söhbət odur ki, əsaslar dediyimiz şey əslində bir əsassızdır və bunu anlayaraq başlamaq lazımdır söhbətə. Çünki istədiyimiz əsası təklif eləsək belə biz o əsası qəbul etmə prosesindən keçirik və bu qəbul etmə prosesi üzərində bir əsas formalaşdırırıq. Əgər biz əsası qəbul etməsək, onsuz da sistemi qura bilməyəcəyik. Eyni riyazi modellərdəki kimi, riyaziyyatda axiom of choice, CFC falan seçsən, orada məsələn aksiomunu seçirsən, riyazi modeli onun üzərində qurursan ki, yəni normalı budur. Amma əsassız olaraq heç nəyi qura bilməzsən. Təbii ki, hər şeyin o himi olmalıdır deyirlər bəzən. Evin himi necədir? O söhbətin əsasında da əsas dediyimiz şeylər, yəni əsassız danışmaq dedik, əsaslı danışmaq dediyimiz şeylər əslində bizim qəbulumuzdan formalaşan şeylərdir. Yəni tam gerçək bir həqiqətdir mənasında deyil. Bütün bu fikirlərdə də bir qəbulun üzərindən formalaşdırırsan əslində. Məsələn, elmi bir tədqiqat aparmalısan, eksperiment aparmalısan, sən müşahidə elədiyin şeyi, yəni təbiəti qəbul etməlisən ilk növbədə, yəni bir nöqtədə belə çox düzgün bir misal olmaq aslında. Nəysə, söhbət olmaya keçək. Hər əsas əslində əsassızdır dedik, hər əsas tutarlı sistemlər belə əsassız olur. Bu səbəbdən bütün əsaslar əslində subyektə söykənir. Lakin subyekt yalnız fərdi olaraq var deyildir. Hər şey bir bütün olaraq subyektdir. Böyük, daha böyük subyektlər və kiçik, daha kiçik subyektlər var. Var olan dil anlayışı içərisində hər şey subyektlər, anlayışımızdan kənarda olan isə daha böyük subyektlərdir. Kiçik subyektlər sosial institutlar, cəmiyyətlər, daha kiçik subyektlər isə fərdlərdir. Hər şeyin əsası subyekt olsa da, hər şey və subyektin əsası olmadır. İndi olmaya girməmişdən əvvəl bunu demək istəyirəm ki, buradakı subyekt söhbətini yazarkən, yəni mən Thomas Nagel'ın panpsixizmindən falan maraqlanırdım. O yarası olmaq necə bir şeydir falan kitab var onun. Ki panpsixizmdə məsəl üçün hər şeyin bir zehni bir şuur deməyək də belə demir. Nəysə, panpsixizmə girmək istəmirəm burada. Yəni Thomas Nagel'ın bu panpsixizmindən maraqlanırdım deyə bu hissəni orada təsirlənmişəm çox da. Və bu hissə artıq çürüyüb, çünki buradakı subyekt anlayışını düzgün ifadə elədiyimi düşünmürəm. Ki Nagel'ın fikri özündə düzdür, o özü üçün ola bilər. Ona ayrı bir videoda bəlkə bir dəfə danışarıq. Lakin burada olma çərçivəsində subyektə söykəndirməyə çalışarkən mən subyektin bu hissəsini, bütün hissəsini yox, bu hissəsini biraz səhv yazmışam deyək. Yəni daha sonrasını təbii ki yazıb bitirdikdən sonra, oxuduqdan sonra mənasız gəldiyi üçün çürümüş oldu. Sadəcə saxlayıram ki, yəni çürütdüyüm şeyləri də bilim də, nəyi çürütmüşəm, nə düşünmüşəm deyə. Bu hissəni çürütmüşəm. Və nə dedik? Hər şeyin əsası subyekt olsa da, hər şey və subyektin bir əsası olmalıdır. Bu da olmadır. Nədir bu olma? Olma hər şey deyil. Hər şey olmadır. Mütləq, özü mütləq deyil. Mütləq olma xətti içərisində olduğu üçün mütləqdir. Var, özü var deyil. Var olma xətti içərisində olduğu üçün vardır. Yox, özü yox deyil. Yox, olma xətti içərisində olduğu üçün yoxdur.
Bu səbəbdən olma hər şey deyil. Hər şey bir olmadır. İndi burada biraz qarışmağa başlayacaq hər şey. Çünki olma dediyimiz şey tərifi verilə bilmir. Yəni ən azından mən verə bilmirəm tərifini. Bunu Heideggerdən, Hegeli oxuyarkən falan çox təsirləndim. Ki Heideggerdən təsirlənmişəm, Hegeli oxuyanda daha çox təsirləndim deyək ki, biraz tərs oxuma eləmişəm. Olma dediyimiz şey hər şeyin əsasıdır əslində. Yəni var olmaqdan bəhs eləmirəm. Burada bir olma proses şəklindən bəhs edirəm, amma proses də bir olma olacağı üçün proses də deyə bilmirəm. Olma xətti belə düzgün deyil, çünki olma xətti özündə də bir olma ehtiva edir və olma olur. Ona görə olmanın tərifini burada vermək mümkün deyil. Nəysə, oxuyum arxasını zaten oxuduqca biraz daha aydınlaşmağa başlayacaq ya da daha çox qarşılayacaq bilmirəm. Lakin burada olma bir varlıq deyil. Olma bir davamlılıq ola bilər, amma bu sistem daxilində olmadır. Çünki davamlılığın özü də bir olmadır. Olma və davamlılıq sistem daxilində mövcudiyyət və təbiətin mütləqliyi kimidir. Təbiəti olmayan bir mövcudiyyət, mövcudiyyəti olmayan bir təbiət olmaz. Lakin yalnızca olma adlandırdığım şeydə davamsızlıq da bir olmadır. Burada sistem daxilindəki olmadan bəhs eləmirəm. Bununla belə sistemin kənarı da daxili də bir olmadır. Olma imanent və transcendent deyil. İmanent və transcendent olmadır. Olma dilin yetərsiz qaldığı bir nöqtədir. Çünki olmama da əslində bir olmadır. Gəldi işlərin sayılandığı yerə, qarşı sayıya. İndi olmama da bir olmadır. Bu nə deməkdir? Şey var ya, to be or not to be. Onu şeyə çeviriblər. Olmaq ya da olmamaq deyə. Burada məsəl üçün bu temada olmaq ya da olmamaq dediyimizdə iki fərqli ziddiyyətli sistem yaratsın. Mən nə demişdim? Bu olma sisteminin əsası da buradan gəlir əslində. Ziddiyyətli sistemləri danışarkən nə demişdik? Dedik ki, ziddiyyətli sistemlər içərisində birisi real, birisi də onun içərisində öz reallığını gerçəkləşdirən bir şeydir. Yəni buradakı real əslində subyektə dayanan bir şeydir. Ondan bir nisbi ola bilər hamının realı. Amma əsasən ziddiyyətli sistemlərdən biz danışırıqsa, bu ziddiyyətli sistemlər biri hər zaman real olacaq, digəri isə onun içərisində real olacaq. Bu olmada formalaşan bir şeydir bu fikir məndə. Olmada necə formalaşır bu? Olma dediyimiz bir şey var da, hər şey olma içərisindədir. Olub bitmədən bəhs eləmirəm, olmaqdan bəhs edirəm. Davamlı olaraq olma, çoxlu gedişləri olan olmadan bəhs edirəm. Burada nə baş verəcək? Olma dediyimiz şey, yəni olma dediyimiz şey olmamaq yaradacaq. Çünki olmamaq ola bilməsi üçün, yəni ən azından bir anlayış, bir qavrayış, bir idrak tərzi olaraq olması üçün, olmama prosesinə çatması üçün olması etibar edir. Buna görə olma bir əsl reallıq, olmamaq isə onun içərisindəki bir anlayış formasıdır, onun içindəki bir reallıqdır. Davam edək. Dediyin olma transcendent deyil, olma dilin yetər. Çünki olma da əslində olmama da əslində bir olmadır. Lakin səhv anlaşılmasın, olma bir həqiqət deyil, həqiqət bir olmadır. Yəni həqiqətin özü də bir olma şeydir. Çünki həqiqət yalnız dinamik tarazlıq içində öz mənasını tapır. Davamlı bir tarazlıq olmalıdır əslində bu həqiqət şeyin. Bu səbəbdən mütləq olma xətti içərisində mütləqdir. Yəni mütləq də bir olmadır. Ona görə də olma fəlsəfəsi doğrulana ya da yalanlana bilməz ki, bu da bizi nəyə gətirir? Gödelin natamamlıq deyirdilər də, incompleteness theorem. Ona gəlib çıxardırıq. Və burada nə olur? Gödel bizə nə deyirdi? Bir şey formal sistemlər daxilində bəzi şeylər doğrulana, necədir o? Bəzi doğrular sübut oluna, bəzi yanlışlar isə təsdiq oluna bilməz belə bir şeydir dəsən. Tam yadımda deyil hal-hazırda. Bu da bizə onu verir əslində. Formal sistemlər içərisində bütün bəzi doğrular sübut oluna bilməz ki, eyni zamanda yanlışlar da təkzib oluna bilməz. Yəni, bu mənim fikrinə baxdığımda, Gödelin fikrinə baxdığımda biraz əlavə elədik deyil. Yəni, bu nöqtədə biz Gödelə gəlib çıxırıq ki, mənim ağzıma 2 ildir lapatka ilə torpaq atan budur. Gödelin bu sistemi olma sistemi içərisində gerçəkləşir. Amma necə gerçəkləşdiyi haqqında bir fikrim yoxdur. Bunu necə bacarmışam, onu da bilmirəm. Nəysə, ona görə də olma fəlsəfəsi doğrulanır və yanlışlanır bilməz. Çünki doğru da yalan da bir olmadır, sübut da təkzib də bir olmadır, olma bir əsas deyil, əsas bir olmadır. Bax, burada gəldik, hər əsas əsassızdır dedi ya. Olmanı əsası yaradan da, əsassızlığı yaradan da əslində bir olma prosesidir. Bir oldurma prosesidir əslində. Təbii bunların şuurdakı yerləri, subyekt üzərində fikirləri var, bunlar gələcək bunlara. Yəni, sözün əsl mənasında hər şey olmadır. Olmanın yalnızca ifadə edilməsi deyil, eyni zamanda anlaşılması da mənim üçün çətindir. Lakin mövzu olma ya da olmama deyil, olmadır. Olma hər şeyi daxilinə alan bir vahidlik deyil. Olma hər şey və heç bir şeylə birlikdə olmadır. Var olan, olmayan hər şey olmadır. Olma varlığın bir forması deyil. Çünki forma bir olmadır. Bu biraz ağır söhbətdir burada. Bunu bilmirəm, sürüdə bilərəm ya yox.
Forma bir olmadır ya da olma bir formadır, bir fəaliyyət növüdür də deyə bilmirik. Çünki fəaliyyət növü də özündə bir olmaya çevrilir. Olmanın tərif verməsi qeyri-mümkün bir hala salmışam mən burada. Olma bir anlayış değil, anlayış bir olmadır. Bir şey varsa konkret, mücərrəd anlayış və qavrayış olaraq olan hər şey olmadır. Olan da olmadır, olmayan da olmadır. Olmanın fərqli növləri var ki, buna aşağıda da girərik. Burada uzun-uzun yazmışam hamısını. Və bu kateqoriyaları, bunun fərqli növlərini deyə, kateqoriyalarını deyə, bu olmanın növləri, bütün bunlar sonsuza qədər gedə biləcək bir növlərdir. Yəni olma əslində sonsuz deyil, sonsuz bir olmadır. Olmanın bütün növləri də bir olmadır əslində, özündən olma kimi formalaşan bir şeydir. Çünki olmanın tərif etdiyi, bu səbəbdən də olmanın tərifi qeyri-mümkünsüz olur. Çünki mən olmaya tərif verdiyim zaman o tərifin özü də bir olmaya çevriləcəyi üçün bir olma prosesləri topluluğuna mı çevrilir, necə deyim, belə bir şey yaranır. Hətta belə bir şey deyək. Çünki olmanı tərif etdiyim zaman tərifin özü də bir olma olur. Hətta bu cümlə belə. Hə, gördün? Olma. Hər şey bir olma prosesi içərisində keçir. Yəni ilk oxunuşda hər şey olmanın bir təzahürü olaraq başa düşə bilərik. Lakin təzahürün özü də bir olma olacağı üçün olma təzahürün özündə bir olmaya çevriləcək. Olma bir paradoks kimi görünə bilər, ancaq olma bir paradoks deyil. Paradoks bir olmadır. Olma üzərinə bütün yazılar metafiziki kimi görünə bilər, lakin metafizika özü də bir olmadır. Yəni nəyi bununla qarşılaşdırsam, o şey əslində olmaya çevrilir. Yəni olmanın tərifi buna görə verilə bilmir. Çünki qarşılaşdırdığım bütün şeylər, bütün kəlmələrlə olma onları oldurub deyək də, oldurma prosesi olaraq formalaşdırılıb. Ona görə də ola bilmir. Və bu səbəbdən də olma dediyimiz şey həm ontoloji, həm də epistemoloji çərçivələri bir anda pozur. Çünki ontologiya da belə bir olmadır, eyni zamanda epistemologiya da bir olmadır. Hətta olma belə özü bir olmadır. İncə başa düş. Olmaların içində həyatımda o qədər olma sözünü deməmişdim. Nəysə. Məruz qoyur. Bir bu yazanda bir də bu videoda olmadan oldum artıq, olacam yəni. Burada həqiqət bir olmadır, doğruda, yalanda, olmadır kimi fikirlər, plastik epistemologiyada doğru inanc anlayışını da dağıdır əslində burada. Bilmək, bilinən anlayışlar belə artıq bir olmaya dönüşür. Olmanın mənbəyi nədir sualını versən, problem oradadır ki, belə bir sual ola bilməyəcək. Çünki mənbə dediyim bir şeyin özü olmadır. Yəni ona görə mənbə anlayışı olmaya aid edilə bilmir. Bu da olmanın o zaman, məkan, nə bilim, məkansızlıq belə bir olma olacağı üçün olma heç bir şeylə formalaşdırıla bilmir. Biraz Tanrı paradoksuna oxşuyur. Tanrı belə zamansız, məkansız deyə bilirsən. Amma olmaya zamansız, məkansız da deyə bilmirsən. Çünki həm zamanın içində olma olaraq fəaliyyət göstərir, həm imanentdir, həm də zamansız və məkansızdır ki, o da əslində zamansızlıq və məkansızlıq bizə görə imanent deyil. Yəni başqa bir şeyə görə imanent ola bilər. Transcendent bir formada da ortaya çıxır. Ona görə olma hər şeyin tərkibində necə deyirlər, hər şeyin birbaşa səbəbidir deyə də bilmirəm. Çünki səbəbin özü də bir olma olacağı üçün. Yəni belə paradoks bir fikrə gəlib çıxdım. Buna görə beləliklə olma nə başlanğıcla, nə də nəticə ilə müəyyən edilə bilməz. Onun haradan gəldiyi sualı özündə artıq yanlış bir baxış bucağına etibar edir. Çünki həm sual olmadır, həm də soruşan subyekt özü bir olmadır. Bu səbəbdən olmanın anlaşılmazlığı süni və ya nisbi deyil, təbii bir anlaşılmazlıqdır. Olma təbiəti etibarilə aşkarlanmaq və ya izah edilmək üçün deyil, olmamağı belə olma etmək üçün vardır. Yəni bunu demək istəyirəm ki, bunun doğruluğu ya da yanlışlığını isbat edə bilməzsən. Olmasan, olsan da olacaq, olmasan da olacaq. Özündə etibar edir, çərçivələrimizə uyğun gəlmədiyi, olma bizim anlama çərçivələrimizə uyğun gəlmədiyi üçün yox, elə anlama çərçivələrinin özünü də etibar edib, onları da olma halına gətirdiyi üçün anlaşılmazdır. Bu biraz, da o çərçivələr də olma da halına gətirmək düzgün ifadə olmadı da, neysə. Yəni olmama deyə bir şey mümkünlüyü və ya mümkünsüzlüyü olma ilə mümkün və ya mümkünsüzdür. Mümkünsüzlüyün özü belə olma ilə, yəni mümkünsüzlük də, mümkünlük də bir olmadır. Onlar belə varlığı bir olma üzərindən formalaşır anlayışlar əslində. Daha sadə dillə desək, insan anlamaya çalışdığı hər şeyi bir forma, bir struktur, bir əsas daxilində anlamaq istəyir. Halbuki olma formaya sığmaz. Çünki forma özü bir olmadır, bunu demişdik. Strukturda əsas da bir olmadır. Biz anlamaya çalışdıqca əslində anlamanın özünü belə bir olma olduğunu dərk edirik. Bu isə qeyri-mümkünlüklə deyil, yeni bir fəlsəfi vəziyyətlə üz-üzə qoyur bizi. Anlamamaq belə bir olmadır. Olmanın təbii anlaşılmazlığı həm də onun təbii paradoksallığını doğurur. Olma izah edilə bilən bir şey deyil, çünki izah prosesi özü də bir olmadır. Bu mənada olmanın mənbəsindən danışmaq əslində olmanın dinamikasını anlamamaq deməkdir. Yəni siz olmaya bir mənbə soruşa bilərsiniz, təbii ki bu haqqınızdır, biraz qarışıq bir fikirdir. Lakin beynimdəki fikirləri tam olaraq ifadə edə bilməyəcəyim üçün sizə. Niyə? Çünki bu dillə əlaqəli bir şey. Dil bizdə bir şey dondurmaq, bir şey ifadə eləmək vəziyyətlərini, sanki var olan bir proses dondurmağa çalışan bir şey. Məsələn, indi dediyimiz şey var da. Bax, indi.
Amma indi deyil ha. İndi dediyim an belə indidə olmur. Artıq gələcəyə gedir. Davamlı olaraq axı ən azından biz insanlara görə zaman təbii ki nisbi obyektlər var. Zaman məsələsini danışarıq belə. Burada da olma eyni proseslə. Olma davamlı bir prosesdir. Amma olmanı zaman içində gedən bir proses olaraq görməyin. Olma hardasa sizə deyə bilərəm ki, həm geri, həm irəli, həm aşağı, həm yuxarı zaman hər bir variantına fırlana bilən bir şeydir. Yəni həm də zamansızlığı etibar edə bilən bir şeydir. Buna görə də olma dediyimiz şeyi biraz anlamaq çox çətin olacaq bu çərçivə içərisində. Yəni metafizik bir şeydir. Bu bağlamda təbii ki anlaşılmaq çətindir. İlk baxışda belə görə bilərsiniz ki, olma dairəvi bir prinsip göstərir, amma lakin belə deyil. Olmanın özü deyil. Olma olmadır dediyimiz şey, məsələn belə bir cümlə qururam və bunun paradoks olduğunu görürsünüz. Lakin buradan oxuyum. Olma olmadır dediyimiz zaman burada ilk olmadan bəhs edə biləcəyimizi qeyd edirəm. Əslində ilk dediyimiz özü də bir olma olacağı üçün ilk olma deyə bir şey heç vaxt var olmadı əslində. Çünki ilk olmadan bəhs etmək olmalar arası keçidləri yox saymaq deməkdir. Yəni keçmişə istədiyin qədər gedə bilərsə, o kozmoloji arqumentdə deyilir, keçmişə gedəndə ilk səbəb lazımdır. Olmada bu səbəb lazım deyil. Çünki o qədər iç-içə keçmələr var ki, ilk dediyin şey də bir olma olacağı üçün olma dediyin şey əslində bir formadan çox artıqıdır. Yəni buna görə də çünki ilk olmadan bəhs etmək olmalar arası keçidi yox saymaqdır ki, olmalar arası keçid nə deməkdir? Və yuxarıda saymadım. Bu yuxarıda olmanın növlərini saymışdım, bir də sayım. Burada yazmışam. Ziddiyyətli olma, ziddiyyətli olma, ziddiyyət olma, ziddiyyətli olma, ziddiyyətli olma, ziddiyyətdən olma, varla olma, vardan olma, varlıqdan olma, varlıqla olma, varlıq olma, yox olma, yoxla olma, yoxdan olma, immanent olma, immanentli olma, transcendent olma, nə bilim, zamandan olma, zamanla olma, zamansız olma, olacaq olma, olacaqdan olma, olan olma, olandan olma, olmayandan olma, o nə qədər olma yazmışam və s. kimi sonsuz sayda keçidlər olduğu üçün olmanın ilk olmadan bəhs etmək mümkün deyil. Bu səbəbdən olma olmadır sadəcə olaraq. Yəni olmaların növləri var, bəli, amma biz bunu kateqoriyalarla fərqli növlərə bölə bilmərik də. Məsəl üçün bu insana aid olmadı, bu subyektə aid olmadı, bu obyektə olmadı falan kimi anlayışlara bölə bilmərik olmanı. Bu da olmanın metafizik variasiyasına gətirib çıxardır. Yəni bu dəftər var deyirik, amma niyə var, ya da bu qələm var deyirik, ya da niyə var söhbətinə gəlib çıxır. Məsəl üçün şeylərin fikrinizdə olan necə formalaşmasına əsaslandırmaq lazımdır. Məsəl üçün bu bir qələmdir də. Ruçka deyəcəkdim sayı. Nəysə. Bu bir qələmdir. Məsəl üçün mən bunu qırsam, bu nə olacaq? Qırıq bir qələm. Amma mən bunu hələ də qələm deməyə başlayıram. Bax, qırıq bir qələm deyirəm bu halda. Və nə olur? Əslində bu onun faydalı, mənim işimə yaraması üçün olan bir prosesdən ifadə etdiyim bir şey deyil. Mən bunu beynimdə belə kodlamışam, belə də danışıram. Ona görə də olma da belə bir şeydir. Olmanı fərqli növlərə bölə bilərsən, amma olma əslində, yəni bir bütün olaraq əslində daimi olmadır. Çünki olma prosesi olmadan mən varlığın necə yarandığını açıqlaya bilmirəm. Əslində Tanrının belə necə yarandığını açıqlaya bilmirəm. Tanrı paradoksuna indi danışacağım mövcudiyyət və mütləqliyin təbiətində girəcəyik. Nəysə, keçək ora mövcudiyyətin mütləqlik təbiəti ya da mövcudiyyət və təbiət mütləqliyi olaraq işarə edirəm çox vaxt bunu. Tam olaraq əmin deyiləm fikir olaraq ki, bu olmadan sonra gələn bir sistemdir əslində. Bunu yuxarıda yazmışdım. Bir dəqiqə baxın. Az əvvəl göstərdim. Belə bir formada işlətmə eləmişəm. Yəni nə qədər düzdür, nə qədər yalanını bilmirəm. Sistematik olaraq bir şeylər yazmağa çalışmışdım. Bunu xoş yazmışım, işte ekranda bir neçə ili var yazdım. Nəysə, olmanı bitirdiyimizə görə, olmanı hardasa başa sala bildiyimə görə keçirəm ikinci hissəsinə. Ki, çox hissəlidir postmetafizik eksistensiya subyektivizmin üstəgəl dilin dekonstruksiyası ilə formalaşan metafizik, fərdi metafizika. Bunun da adını necə uzun qoymuşamsa, ona görə bəlkə də iki hissəsini danışdım, bilmirəm. Nəysə, bunu danışaq. Əsas hissələri çünki bunlar olma, bir də mövcudiyyətin mütləqlik təbiəti və nəysə, mövcudiyyəti olan hər şeyin bir təbiəti vardır. Təbiəti olan hər şeyin də bir mövcudiyyəti. Yəni mövcudsuz təbiət, təbiətsiz mövcudiyyət ola bilməz. Bu bir cür varlıq qanunudur. Ən azından bu günə qədər bunun xaricində nə bir şey gördük, nə də xəyal edə bildik. Yəni çox doğrudur, bu açıq yazılan bir fikirdir. Mövcudiyyət və təbiətin mütləq birlikdəliyi riyazi fəlsəfi, hətta elmi prinsiplərdə öz əksini tapır ki, bu doğrudur. Mövcudiyyət bir şeyin var olma faktıdır. Təbiət həmin şeyin nə olduğu, onun xüsusiyyətləri, qanuna uyğunluqları, struktur və funksiyalarıdır. Bu ikisi bir-birindən ayrılmazdır. Məsəl üçün, nümunə vermişəm burada. Nə qədər düzdür, bu biraz
bir şey ola bilər. Ağac mövcuddur, kök, budaq, yarpaq kimi fiziki komponentlərə malikdir, deyilmi? Bir də fotosintez eləməsi var, bu ağacın enerji və maddələr mübadiləsi aparması var. Bu onun təbiətidir. Ağacın mövcud olması onun təbiətini və təbiəti isə onun mövcudluğunu təmin edir. Yəni mövcudiyyət təbiətin formasıdır. Təbiət isə mövcudiyyətin məzmunudur kimi bir ifadəyə gətirib çıxartmışam burada. Bu ikisi kainatın dilində həmişə bir cümləni tamamlayır. Bu nə deməkdir? Yəni mövcudiyyət dedik ki, mütləqdir. Mövcudiyyət və təbiət mütləq olmalıdır ki, bir şey var ola bilsin. Hətta yox ola bilməsi üçün belə bu vacibdir. İndi biz anlayış olaraq yoxdan istifadə edirik, amma anlayışın o mövcud olması və təbiəti bizə buna imkan verir. Yəni mövcudiyyət və təbiətin xaricində hər hansı bir şey görə bilmərik, bilə bilmərik. Biz bunu dediyimiz zaman şey olaraq düşünmürük. Hansısa bir sadəcə bu kainatın içindəki təbiətdən bəhs edirəm. Tanrı belə özündə bir təbiətə sahibdir. Yəni zamansızlıq belə deyə bir şey varsa dediyək olma çərçivəsində bunlar belə mövcudiyyət və təbiət mütləqliyindən gəlir əslində. Bir tək olma dediyimiz şey mövcudiyyət və təbiət mütləqliyinə gələ bilmir. Çünki mövcudiyyət və mütləqlik təbiətinin var olması üçün mən olmaya ehtiyac duyuram. Ha bəlkə də tərsi də ola bilər, küfredilə bilərəm, lakin çox böyük ehtimalla yəni bu belə olmayacaq. Yəni olma mövcudiyyət və təbiətdən daha öndə gəlməlidir ki, və ona görə daha əvvəl oxudum onsuz onu. İndi isə biraz Tanrı mövzusuna toxunaq. Çünki mövcudiyyət və təbiət mövzusunu danışarkən Tanrı mövzusuna toxunmaq istəyirəm. Çox toxunmadığım bir mövzudur. Burada yazmışam. Əksər hallarda Tanrı zamanın və məkanın sərhədlərini aşan, hər an, hər yerdə var olan, amma gözlə görünməyən, sözlə tam ifadə olunmayan bir varlıqdır. O, həm hər şeyin başlanğıcı, həm də sonudur. Həm boşluğun içindəki doluluq, həm də doluluğun içindəki boşluqdur. O, varlıq və yoxluğun bilinən, bilinməyən mütləq və nisbi olanın qovuşduğu nöqtədir. Tanrı insan axtarışında, sualında, inamında və şübhəsində yaşar. Bu tərif əslində monoteist dinlər, deizm və başqa inanc formaları üçün keçərli kimi görünür, lakin əslində bir çox politeist dinlərdə də tək Tanrı inancı hakimdir. Buradan onu şey demək istəyirəm, politeist dinlərdəki tək Tanrı inancı hakimdir demək istədiyimdə, məsələn, Hinduizm diye bir şey var. Brahmançılık var da Hinduizmdə. Brahman da tanrıların adı dəyişəndir. Orada digər tanrılar əslində Brahmanın belə necə deyirlər, zühur eləməsi, təzahür eləməsidir başqa formlarda. Ona görə yəni politeist dinlərin də özünə baxdığında əslində bir tək tanrılıq görə bilərsən. Sadəcə onun fərqli nöqtələri üzərindən formalaşdılar. Nəysə. Əsas mövzu odur ki, burada elə misalda da vermişəm. Yəni misal üçün Hinduizmdə digər tanrılar Brahmanın təzahürləridir. Təbii ki, bunun həqiqi və nisbi tərəfləri də var. Lakin mövzumuz bu deyil. Burada yazmışammış. Əvvəl də dediyim kimi Tanrı inancında kainat, insan və varlıq üçün obyektiv bir dəyər mövcuddur. Lakin bu dəyər belə özündə Tanrı subyektindən qaynaqlanır. Az əvvəl olmada girə bilmədim o mövzuya. Subyekt mövzusunda belə bir şey var. Biz olmadan danışarkən subyektdən danışmaq məcburiyyətindəyik. Kiçik, daha böyük kiçik subyektlər yazmışdım da, böyük subyektlər, daha böyük subyektlər falan. Onlar çürüdür, bəli. Amma subyekt fikri özündə təməldə qalır. Çünki mənim olmaya çata bilməyim üçün, olmanın varlığını deyə bilməyim üçün, olmanı əsasa dayandıra bilməyim üçün subyekt olmağım lazımdır. Yəni bir subyektə ehtiyacım var ki, yəni mən bir subyektəm, olmadan danışıram, hal-hazırda bundan fikirləşmişəm və olma üzərinə danışarkən o subyektə dayanmalıdır. Bunu da qeyd edeyim, çünki daha sonra yadımdan çıxacaqdır. Eyni şey burada da keçərli olur. Tanrı subyektindən qaynaqlanır. Əgər Tanrı təbiətində dəyər varsa, yalnız o zaman mövcudiyyət və təbiətin mütləqliyindən doğan obyektiv həqiqi bir dəyərdən bəhs edə bilərik. Amma bu sistemdə də Tanrı anlayışımızda ziddiyyət yaranır. Çünki bu halda Tanrı omnipotent, yəni hər şeyə qadir bir varlıq olmaqdan çıxaraq mövcudiyyət və təbiətin mütləqliyi ilə məhdudlaşır. Mövcudiyyət və təbiətin mütləqliyi ilə məhdudlaşan bir Tanrıya isə Tanrı demək olarmı? Məncə yox. Çünki burada Tanrı olmaqdan çıxaraq var olmaq feili tərəfindən yaradılmış kimi bir şey olur da. Yəni mövcudiyyət və təbiətin mütləqliyi ilə məhdudlaşan bir Tanrı olur. Tanrı bizə görə inanılmaz belə super güclü, sonsuz gücə sahib ola bilər. Amma bu bizə görə olacaq. Mövcudiyyət və təbiətin mütləqliyində Tanrı sonsuz ola bilər, amma sadəcə mövcudiyyət və təbiətin mütləqliyi ilə formalaşdığı üçün olacaq. Bu da onun sərhəddə olmalıdır. Sərhədinə gətirir, çıxardır. Çünki belə bir Tanrı öz təbiətini təksib edə bilməz. Belə olduqda Tanrı omnipotent olmaqdan çıxaraq özü bir mövcudiyyət halına gəlir. Misal üçün bizim Tanrı tərifimizdə deyirik ki, Tanrı əzəli və əbədidir. Onun başlanğıcı və sonu yoxdur. Tanrı sonsuzdur. Bu cür bir tərif belə əslində Tanrıyı kiçildərək onun mövcudiyyət və təbiətin mütləqliyi ilə məhdudlaşdırır. Tanrı dediyimiz bir şey varmı, yoxmu, ona girə bilmərəm, bilmirəm də. Çünki mənə görə yoxdur. Amma əgər varsa, əgər sistematik olaraq varsa, ya mövcudiyyətin və təbiətin mütləqliyindən gələn bir şey də vardır. Yəni öz-özünə var, necə deyirlər, hətta olmadan yaranmalıdır belə birbaşa Tanrı. Ya
ki olmanın özü olmalıdır bu zaman Tanrı ki, mənim bəhs elədiyim olmadan. O da belə çox mümkün deyil. Burada bir çünki mənim olma prosesində iradi bir olmadan bəhs eləmirik yəni. Nəysə. Yəni məhdudlaşdırdığımız üçün bu əslində dilimizin kifayətsizlikləri ilə və ya bir varlığın heç görmədiyimiz üçün mövcud ola bilmə potensialından olmaması ilə bağlıdır. Əgər bir Tanrı inancına sahib olsaydım, Tanrı belə deməyə ehtiyac duymazdım. Çünki Tanrı haqqında danışacağım hər şey Tanrını, mənim Tanrı inancımı kiçildəcəyini düşünərdim. Lakin mən Tanrıya inanan biri deyiləm, ən paradoksallardan deyiləm. Demək istədiyim əslində budur ki, heç kimin dinindən işim yox falan. Bir Tanrıya Tanrı dediyimdə belə ona bir vəzifə vermiş oluram əslində mən. Yəni Tanrı varlığını elə bil mənim subyektimə dayandırır ki, mən Tanrı olmaq üçün başqa bir subyektə ehtiyac duymalıyım. Əslində belə bir ehtiyac yoxdur təbii ki Tanrının, amma insan Tanrının varlığını belə qurur. Ən azından dinlərdə bir çoxsanı belə qurur. Bu klassik sualdır. Tanrı insanı yarattı falan. Buraya girmək istəmirəm. Əgər Tanrı olmaq istəyirsə mənə ehtiyacı var, yox. Əgər mən Tanrı yaradıramsa, yaratdığına qul olmaq insanın təbiətində var. Bilmirəm. Bir şey sözüm ki, əgər Tanrı olmaq istəyirsə mənə ehtiyacı var, yox. Əgər mən Tanrıyı yaradıramsa, yaratdığına qul olmaq insanın təbiətində var. Ki, baxdığımızda belə deyil, həqiqətən. İnsanlar pul üçün yaratdıqları bu konfortlu dünya üçün bir-birlərini öldürürlər, bir torpaq üçün. O torpaq əraziləri əslində o dəyərə etibar edən insan subyektidir. Lakin hamı bir-birlərini öldürməyə çalışır. Burada bəhs etdiyim şey torpaqdan çıxan neft, qızıl falan deyil yəni bu arada. Onlar təbii ki özündə bir dəyər, amma onları dəyərli edən şey bizik, biz insanlarıq. Buna görə əmək bölgüsündə falan demişdim. Onun videosu yoxdur, təəssüflər olsun ki. Çox zaman deyirəm onsa. Adam Smith'in fikri var ya, xalqların sərvətlərində bir xalqın sərvəti, nə bilim, onun qızılı falan altın ola bilməz, onun sərvəti ancaq onun əməyi. Eyni şey buradadır. Subyekti dayandırmalısan mövzuyu ki, anlaya biləsən. Onda keçək biraz Tanrı ehtimalından danışaq. Mövcudiyyət və təbiətin mütləqliyi üzərindən bir Tanrı əsasının formalaşdırmasına gedək. Oradan da Tanrının nə olduğu haqqında danışarıq. Belə. Tanrı ehtimalından dedik, danışacağıq. İki əsas komponentimiz var. Bir, Tanrı, Tanrıdır ki, bu kəlmə mənə görə özündə də yanlış bir etibardır, amma danışacağıq hamısından. Bir də mövcudiyyət və təbiətin mütləqliyi sistemi ilə var olan Tanrıdan. Birinci Tanrıda Tanrı Tanrıdırsa, bu sistem yalnızca inanc üzərində ola bilər. Tanrının Tanrı olduğuna inanmaq və başqa bir tərifə ehtiyac duymamaq çox çətindir. Çünki antropomorf bir əsaslandırma olmadan davamlı bir inanc qeyri-kafi gələcəkdir insana. Tanrı Tanrıdır. Dil Tanrı haqqında danışmaq üçün, ağıl isə Tanrını dərk etmək üçün kifayət deyil. Belə olan halda Tanrı haqqında düşünmək, nə də danışmaq lazımsızdır. Bu cür aktiv olaraq davamlı olması çox çətindir, hətta qeyri-mümkündür deyərdim. Ancaq yenə də bir insan üçün qeyri-mümkün görünən başqa bir insanın həyatı ola bilər. Burada belə bir problem var ki, birincisi Tanrı Tanrıdırsa, Tanrının Tanrı olduğunu haradan bilirik? Cavab olaraq deyə bilərik, bilmirik, yalnızca inanırıq. Lakin bunun heç bir pragmatik fəlsəfi, epistemoloji, ontoloji tərəfi olmadığı üçün bu sistem bir nöqtədə tənəzzül edici. İkincisi, Tanrı Tanrıdır isə, burada Tanrının Tanrı olmaqdan başqa bir şansı qalmadığı üçün Tanrı öz təbiəti ilə məhdudlaşır ki, bu da mövcudiyyət və təbiətin mütləqliyinin nə olursa olsun Tanrı üzərində keçərli olduğunu göstərir. Əslində isə bütün bunlar dilin kifayətsizliyindən ortaya çıxır və bu səbəbdən demək istəyirəm ki, haqqında danışılan hər Tanrı xətalı, əskik və yarım bir Tanrıdır. Çünki dil heç vaxt tək məna daşımır, hər mətn əslində bir nöqtədə özünü təkzib edir. Yəni bu da əslində dilin dekonstruksiyasının formalaşmasıdır, dediyim kimi. Buradan yaranan bizim postnihilistikdən gəlmə problemlərimizdə. Tanrı əsasını burada qavrayırıq yəni bir nöqtədə. İkinciyə keçək. İkinci hissəyə keçək. Mövcudiyyətin və təbiətin mütləqlik sistemi ilə var olan Tanrıdan başqa bir Tanrı ehtimalı qalmadı əlimizdə. Belə bir Tanrı var ola bilərmi? Buna 4 əsasla yanaşa bilərik. Bilmək, inanmaq, iman və etiqad. Bu 4 əsasımızdır. Bilməyin tərifini Platonun klassik tərifindən götürəcək olsaq, bilmək əsaslandırılmış doğru inancdır demiş olsaq, bəli, Tanrıyı bilmək mümkündür. Lakin bu tərif artıq köhnəlib deyiriksə, yəni ən azından mənə görə biraz yeni formaları istifadə edilə bilər. Yəni belə bir tərif verim mən. Bilmək həm sosial bir konstruksiya, həm də fərdin öz metafizik boşluğunda dilin təsiri ilə azad olaraq, kiçik bir azadlıqdan bəhs edirəm burada, yaratdığı dinamik həqiqət kartasıdır. O sabit deyil, biz varlıqda irəlilədikcə dəyişən bir dialoqdur. Belə bir tərif daxilində həqiqət tək olmadığı üçün Tanrı da çoxluqla bəzi nöqtələrdə bilinə, bəzi nöqtələrdə də bilinə bilməz. Yəni Tanrının varlığından, yoxluğundan, bilinməməzliyinə çata bilərsən bu təriflə.
İkincisi olaraq inanmaq üzərindən gedəcəyik. İnanmaq insan şüurunun ən dərin fenomenlərindən biridir. Onu təkcə etimad və ya qəbul etmək kimi tərifləmək yetərsizdir. İnanmaq eyni zamanda şübhəni aradan qaldıran daxili bir qətiyyət və atraksiya vəziyyətidir. Həqiqətən belə də. Yəni siz heçliyə belə inana bilərsiniz. Yəni nə bilim, bu qələmin belə mistik bir canlı olduğuna inana bilərsiniz və bu sizin atraksiya vəziyyətiniz olar. O, kollektiv yaddaşın kodu, mədəniyyətlər, inanclar əsasında yaşayan bir fenomendir. İnanc məlumat və ya sübut olmadan bir şeyi doğru saymaqdır. Bəzən epistemologiyada doğruluğu sübuta yetirilməmiş bilik kimi də nəzərdən keçirilir. Yəni inanmaq tək bir əsaslı deyil, bir çox əsasında fərdi və kollektiv bir formalaşdırmasından yaranır. Bəs inanmaq Tanrıyı sübut edirmi? Əslində bəli, edir. Tanrı inancına sahib olan fərd və kollektiv üçün Tanrı həqiqətdir və burada inanc özü Tanrının sübutudur. Lakin burada empirik bir sübut deyil də, daha çox subyekt əsaslı bir sübut var. İndi deyilə bilər ki, bilmək də əslində subyekt əsaslıdır. Bəli, bilmək də subyekt əsaslıdır. Bəs o zaman niyə Tanrıyı bilmək olmur? Sualı ortaya çıxır, çünki bilmək nə qədər subyekt əsaslı olsa da, antropomorfik bir anlayış forması olaraq Azərbaycan dedim. Bilə də bilər, bilinməyə də bilər. Burada onu qeyd eləməmişəm. O da öz səhvdir. Tanrı isə müşahidə edilə bilmədiyi üçün bilmək, buradakı şey odur ki, yəni buradakı bilmək anlayışı biraz empirik bilmək anlayışına kiçiltmişəm mən. Əslində bunu eləməkdə səhv eləmişəm. Bu hissəni də dəyişdirmək lazımdır, dediyim kimi. Çünki orada Tanrı əgər sosial konstruksiyalarla formalaşan falan, sosial epistemologiyadan gələn bir bilik üzərindən formalaşırsa, mənim fenomenologiyamdan, nə bilim, hermenevtik olaraq şərh etməyimdən olaraq gəlirsə, belə olduğu halda mən Tanrıyı təbii ki, bilə də bilərəm, bilməyə də bilərəm, hətta bilmədiyimi iddia da edə bilərəm. Varlığını, yoxluğunu da iddia edə bilərəm birbaşa. Yəni bu çox nisbi bir hal alacaqdır. Lakin inancda belə deyil. Tanrı inananların mövcudluğunun səbəbidir və bu kainat içərisində inancınızı dəstəkləyəcək arqumentlər, məsələn, kozmoloji arqument var, teleoloji arqument var, ontoloji arqument, natural teologiya var falan filan. Tapdıqca inanc möhkəmlənir və inancın möhkəmlənməsi isə iman və etiqad qapısını açır. Lakin burada ən əsas sual odur ki, inanan insan Tanrını, yoxsa Tanrı inanan insanı yaradır? Yəni inana bilərsiniz, inanan üçün Tanrı gerçəkdir. Lakin inanmayan biri üçünsə inanan insan Tanrıyı yaradıb deyə də bilərik. Belə bir anlayışla formalaşdıra bilərik. İman məsələsinə gələndə Tanrı və dini inancın ürəkdə qəbulu ilə gerçəkləşir. İman şübhədə azadlıqdır, şübhədən azadlıqdır və fərdi bir yanaşmadır. İnancdan fərqli olaraq iman dini bir kontekstdir, fərdin daxili hissələrinə əsaslanır. İman edən üçün, biri üçün Tanrı vardır və Tanrının varlığı şübhə edilməz bir həqiqətdir. Fərd üçün iman dediyimiz şey Tanrının sübutudur əslində, amma bu etiqadla gücləndirilmədiyi halda çox da bir şey vacibdir. Yəni inanc və iman arasındakı fərqi belə açıqlayım. İnanc daha belə, məsələn, deizm də bir inancdır, amma iman deyil. Yəni iman dediyimiz daha bir dini kontekstdə formalaşan bir şeydir. Həm də daha belə inanclı bir formadır deyək də Tanrıya qarşı. Etiqad mövzusuna gələk. Etiqad ağılla formalaşan dəqiq qənaət, inanc prinsipidir. Etiqad rasionallıq əsaslıdır. Burada artıq sistemli bir Tanrı inancı formalaşdırılır. Bu da həm fərdlərə, həm fərdlərdə imanı, həm də kollektiv inancı gücləndirir. Lakin bu tip sistemlərdə Tanrının varlığını dəstəkləyən arqumentlər çoxluqla fəlsəfi və paradoks sistemlər yaradır. Məsələn, kozmoloji arqument kimi falan. Yəni həqiqətən çox biraz etiqad sistemlərinə baxdığında, yəni etiqad biraz necədir? Fərqli olaraq sistemləşdirilmiş bir inanc növüdür. Mən belə düşünürəm. Yəni etiqad dediyin şey, yəni iman inancdan çox fərqlidir. Çünki Tanrıya inancını sistemləşdirirsən, əsaslı danışırsan, yəni bu fərqli bir nöqtədir. Məsələn, kozmoloji arqumentə getmişəm burada. Nə deyir burada? Arqument deyir ki, mövcud olan hər şeyin səbəbi var. Bu əsas müddadır. Arqument heç nəyin yoxdan yarana bilməyəcəyini və kainatdakı hər bir hadisənin və ya varlığın əvvəldən bir səbəbi olmalı olduğu kimi fikrini irəli sürür. Bu səbəbdən kainat bir başlanğıcı olduğu güman edir. Çünki zaman deyə bir anlayışımız var. Əgər mövcud olan hər şeyin səbəbi varsa, kainat mövcuddursa, kainatın bir ilk səbəbi olmalıdır. Arqument burada belə bir nəticəyə gəlir ki, bu ilk səbəb kainatın mənşəyi ilə bağlı təbii izahatların qavranılan məhdudiyyətlərinə görə çoxlu Tanrı kimi müəyyən edilən fövqəldəbii varlıqdır. Lakin bu arqumentin mənə görə iki böyük problemi var. O hissəyə çox girmək istəmirəm. Səbəb-nəticə arqumentinə falan girəcəyik falan. Əsasən budur ki, bu fikirdə olan insanlar zamanı öz anlayışlar kimi formalaşdırırlar. Keçmiş var, indi var, gələcək var. Deməli biz indidə yaşayırıq, əvvəl də keçmişə qayıda bilərik. Belə bir anlayış formalaşdırırlar da. Zaman belə bir şey deyil ki, zaman
kvantda kvant zamanı fərqli işləyir ki, makro zaman, mikro zaman fərqli işləyir. Zamanın hansı sistem üzərindən formalaşdığını da biz dəqiq bilmirik. Məsələn, Einsteinın nisbi zaman anlayışı var, okeydir. Riyaziyyatda da fraktal zaman anlayışı var. Bu fraktal zaman anlayışı sübut olunsa, məsəl üçün, sən buradan ilk səbəbə necə gedib çıxacaqsan? Qatlıları var, qatmanları var. Çünki dediyim kimi, məsəl üçün, olma fəlsəfəsini düşün, bu çərçivəsində fikirləşək. Olma üzərindən, olmanın anlayışı üzərindən sən necə gedib Tanrıya çata bilərsən? Çata bilməyəcəksən axı. Gedişlər o qədər fərqlidir ki, olma da əslində bir fraktal zaman forması kimi formalaşdırmış ola bilərəm. Burada mən indi hal-hazırda düşündüm və mümkündür, bəli. Bu hissəyə girimi bilmirəm. Gəl arqumentin 2 hissəsinə baxaq, tez. Deyək ki, arqumentdə olduğu kimi belə bir fövqəldəbi varlığın mövcud olduğunu qəbul edirik. Kainatı yaratmış olsa belə fövqəldəbi bir varlıq olan bu varlığın Tanrı olduğunu haradan biləcəyik? Yəni həqiqətən, hər şey bizdən güclü ola bilər, yəni hər şey ola bilərdir. Biz bunun Tanrı olduğunu heç vaxt bilə bilməyəcəyik. Hətta bəlkə özü də bilə bilməyəcək. Çünki özündən başqa güclü bir varlıq görməyən biri özünü Tanrı hesab edə bilər. Onun özünü yaradanı olub olmadığını haradan biləcəyik? Biz idrakımızdan çox daha böyük bir varlıqla qarşılaşsaq və bu kainatı digər mövcud olan hər şeyi yaratmış olsa, özündən daha güclü varlıq olmasa, əzəli və əbədi olsa belə, bütün bunlar mövcudiyyət və təbiətin mütləqliyindən irəli gəlmiş olacaq. Mövcudiyyət və təbiətin mütləqliyi ilə varlıq göstərən belə bir fövqəltəbii varlığa Tanrı demək olar. Olarmı? Ona inanmaq və hətta iman etmək lazımdır. Öz mövcudiyyətinin mütləqlik təbiəti ilə məhdudlaşan bir Tanrı ola bilərmi? Ya da deyək ki, bütün bu saydıqlarının üstündə qüsursuz bir Tanrı var, ağıl və dil Tanrının iradəsi ilə var, ağıl Tanrıyı anlamağa, dil anlatmağa kifayət etmirsə, Tanrı bizi əskik və qüsurlu yaradıb deməkdir. Qüsursuz bir varlıq əskik və qüsurlu bir şey yarada bilərmi? Ki, bu sual biraz düzgündür, istəsə yarada bilər, niyə yaratmır ki? Deyək ki, yaratmaq istədi, lakin bu zamanda istəmək deyə bir hissi Tanrıya yükləyirik. Tanrının bir hissi varsa, Tanrının bir təbiəti var deməkdir. Ona görə də Tanrı mövcudiyyətinin və təbiətinin mütləqliyindən asılıdır. Yox, əgər Tanrı istəmək hissini yaradandırsa, yaratmaq bir feildir və burada Tanrı yaratmaq feilinə sahibdirsə, Tanrının yenə bir təbiəti var. Yox, əgər Tanrı feili yaradacaqsa və yaratmaq feildirsə, feil yaradıla bilməyəcəyi üçün yaratmaq heç bir zaman var ola bilməyəcək. Beləliklə də Tanrı hərəkətsizliyə məhkum qalacaq. Hərəkətsizliyə məhkum bir Tanrı isə hərəkəti heç vaxt başlada bilməyəcək. Yəni Tanrı Tanrı ola bilməyəcək. Deyilə bilər ki, zaman, məkan, hərəkət kimi anlayışlar Tanrıdan kənardır. Bəli, ola bilər. Mən bununla razıyam. Lakin zaman, məkan, hərəkət kimi anlayışlar Tanrıdan kənarsa, o halda ilk səbəb anlayışı da Tanrıdan kənar olmalıdır. Təbii ki, bu dediklərim səbəb-nəticə əlaqəsi varsa mümkündür. Lakin səbəb-nəticə əlaqəsi yalnızca praqmatik bir insan alətidir. Biz təbiətdəki təcrübələrimizi təbiətə yönəldirik. İnsan təbiətinin ona təsiri ilə təbiətə təsir edə bilir. Bu da informasiyanın ötürülməsində dinamik bir deformasiya yaradır. Bunda nə demək istəyirəm? Axır biraz qarışdırmışam. Demək istədiyim odur ki, biz təbii bir forma üzərindən formalaşdırmağa çalışırıq hər şeyi. Təbiətə təsir edirik, təbiət bizə təsir edir, biz təbiətə qarşı bir təsir edirik. Bütün bu təsirlər bizdə formalaşır. O təbiət təsirlə yeni bir təsir forması yaranır bizə. Bizim təcrübələrimiz, öz şərhimizlə formalaşdırdığımız bir çox şeylər bir vasitə olaraq formalaşır, yəni belə deyə bilərik əslində. İkinci problemi ilə danışım, burada tez səbəb-nəticə arqumentinə gəldikdə isə təbiətdə səbəb-nəticə arqumenti məqsəd yönlü deyil. Nümunə olaraq alma ağacdan düşür, cazibə qanununun səbəb almanın düşməsi nəticədir. Lakin burada alma yerə düşməyə çalışmır. David Hume'a girmişəm burada biraz. Səbəb-nəticə insan təfəkkürünün alışqanlığıdır, təbiətin mahiyyəti deyil. Yəni məqsəd səbəb-nəticə kimi anlayışlar antropomorf bir proyeksiyadır demək istəyir. Yəni təbiət, mövcudiyyət və təbiət mütləqliyindən danışdıqda bunlar bir form olaraq başdan aşağı gedir. Heç bir keçid və s. fikirləşməyə ehtiyac yoxdur. Bir bütün olaraq düşün, bütün hadisələri davamlı olaraq bir bütün olaraq düşün. Burada bir ara keçid, kəsici bir alət yoxdur bizdə. Bunu biz kəsirik, subyekt olaraq ya da agent olaraq mı deyim artıq, biz formalaşdırırıq. Biz deyirik ki, məsəl üçün, bu səbəbə görə bu nəticə yaranır. Məsəl üçün, yanğın yarandı, ildırım çaxdığına görə ildırım ora düşdü və yanğın başladı ya da fərqli bir nəticə. Gündüz oldu çünki dünya günəşə üzünü döndü falan filan, belə gedər deyə. İnsan öz təcrübəsini təbiətə köçürür. Bu səbəbdən deyirəm ki, bir və ya daha artıq şeylər məqsəd yönlü görünməsi o şeylərin məqsəd yönlü olduğunu sübut etmir. Bəli, biz əvvəllər məqsəd yönlü bir anlayışdaydıq cəmiyyət olaraq, lakin hal-hazırda belə bir anlayışımız yoxdur. Fərqli bir anlayış forması etibar edirik. Ona görə də məqsəd yönlü şeylər çox artıq səbəb-nəticə əlaqəmiz eyni zamanda burada bir şey də qeyd eləmişəm. Səbəb-nəticə zəncirindən sonsuza getmək niyə mümkün olmasın ki? Sonsuz geriləmə mümkündür. Xüsusilə fraktal zaman içərisində olduqca mümkündür demişəm. Nəysə, bu artıq uzana gedəcək. Yəni, ona görə bunu demək istəyirəm ki, necə mümkündür? Olmada az əvvəl göstərdiyim kimi sonsuza qədər olmaları gedə bilərik. Yəni, ilk olmaya çata bilməyəcəksən. Eyni zamanda sonsuz fraktal zamanda da bunu yaşayacaqsan. Ona görə sonsuza qədər geriyə gedə bilmək olmaz dediyin zaman sən sadəcə bu düz xətt üzərindəki şeydən bəhs edə bilərsən.
zamandan bəhs edə bilərsən. Çünki geri irəli zaman anlayışın var. Lakin bu sistem üzərindən formalaşdırdığım zaman heç vaxt bu alınmayacaq. Buradan çox örnəklər verə bilmədim. Bunu açmadım. Yəni burada yazdıqlarımı açmalıydım. Eyniləşdirmə falan var idi burada. Müşahidə edilə bilən kainat və kainatları, paralel kainat sonsuzluğu var, fəza sonsuzluğu falan var idi burada. Anlayışlı olaraq formalaşdıracağam. Nəysə, bir sözlə, postnihilistik ekstensial subyektivizm əsasında üstəgəl dilin dekonstruksiyası ilə formalaşan metafizika budur. Hələ burada məsəl üçün şeylər falan var idi. Necə deyim onu? Məsəl üçün burada yazmışam. İstər həyatda ekstensial bir anlayışla mənanı qurur, istər tanrıya ilə heç bir fərqi yoxdur. Əsaslar əsassızdır. Bu dünyada ya nihilistdən kimi bir tirad atmışam. Manifest eləmişəm, nəsə artıq. Yəni bu sistemlər əslində qurula bilər, genişlənə bilər. O postnihilistik sistemə çox girmədim, subyektlərə çox girmədim. Subyekt mövzusu özündə çox dərin bir mövzudur. Məsəl üçün subyektin hara getməliyəm? Subyektə çata bilmək üçün subyektin özündəki formalaşma falan çox dərindir. Məsələn, subyekt mövzusuna gəldiyimizdə isə subyekt obyektə qarşı qoyulur və bu qarşılıqlı münasibət üzərindən təcrübə, varlıq anlayışları qurulur. Bu dualist olma sistemi üzərindən getmişəm burada da biraz. Yəni subyekti burada bir nəfər ya da düşünən bir orqanizma falan kimi düşünmüşəm, demişəm buralarda. Bu hissələri çürütmüşəm, yəni kiçik subyektlər, daha böyük subyektlər, onlar artıq qəbul etmir. Elə, bu videoluq bu qədər. Çox uzun bir video oldu ki, çox hissəsinə də girə bilmədim, amma əsas hissələrini danışdım. Bundan sonraki videoda da simvolik interaksionizmlə danışarıq və mənim fəlsəfəmi az-çox bitirərik ki, ara-ara yenə danışarıq başqa mövzulardan da. Elə, bu dəfəlik bu qədər.